Salam hər kəsə. Bu videoda kitabxanaçılıq imtahanına hazırlaşanlar üçün çox vacib bir mövzudan, kitabxana işi haqqında qanundan danışacağam. Bildiyimiz kimi kitabxana işi haqqında qanun 6 fəsil 34 maddədən ibarətdir. Mən bu fəsilləri 2 fəsil olaraq, yəni 2-2 videolar çəkərək, daha detallı, izahlı şəkildə videolar çəkərək paylaşacağam ki, sizə daha asan olsun, daha anlaşılır olsun. Və bu videomda da kitabxana işi haqqında qanunun ilk 2 fəsli haqqında danışacağam. Bu qanun kitabxanaların fəaliyyət prinsiplərini və kitabxana işinin əsaslarını müəyyənləşdirir. İlk öncə gəlin başlayaq. İlk öncə kitabxana işi haqqında qanunun ümumi, yəni birinci fəsli olan ümumi müddəalardan danışacağam. Maddə 1 əsas anlayışlardan danışacağım. Ümumiyyətlə kitabxananın tərifi düşə bilər. Bax burada kitabxananın tərifini əzbər şəkildə öyrənin ki, variantlarda çaşdırıcı sözlər sala bilərlər, yerini dəyişik sala bilərlər, hər hansı bir sözü dəyişib sala bilərlər. Ona görə tam şəkildə əzbərləyin. Kitabxana nədir? Baxın, kitabxana elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi bu 5 sözü yadda saxlayın. Elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur. Aydındır, bunu əzbər şəkildə öyrənin. Sonra kitabxana işi nədir? Bəs baxın, burada da elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə sözləri var. Bu 5 sözü yadda saxlayın. Həm kitabxanaya aiddir, həm kitabxana işinə aiddir. Ola bilər ki, birini daha fərqli bir sözlə əvəz eləsinlər. O zaman bilin ki, həmin variant səhvdir. Kitabxana işi nədir? Kitabxana işi elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanacı biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi metodik təminatını əhatə edən fəaliyyət sahəsidir. Kitabxanaçı nədir? Kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı mütəxəssis. Baxın, burada ixtisaslı mütəxəssis sözünü diqqətlə yadda saxlayın. Ola bilər ki, variantda ixtisaslı sözü verilməsin. Aydındır. Sadəcə kitabxana işi sahəsində fəaliyyət göstərən şəxs yazılsın. Yəni, bilin ki, bu səhvdir. Kitabxanaçı, kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı mütəxəssisdir. Sənəd nədir? Sənəd informasiyanın mətin, səs yazma və təsvir formasında qeydə alınan müəyyən zaman və məkan daxilində informasiyanın verilməsi və ya qorunması məqsədini daşıyan maddi obyektdir. Yəni, biz sənəd dedikdə həm kitab, həm jurnal, həm qəzet, həm maqnit lentlər, həm səs yazmalar, yəni bunların hamısını nəzərdə tuturuq. Ona görə də burada həm mətin, həm səs yazma, həm təsvir forması qeyd olunubdur. Yəni, müəyyən bir məkan və zaman daxilində həm informasiyanı verən və o informasiyanın qorunması məqsədini daşıyan maddi obyekt məhz sənəddir. Sonra burada kitabxana fəaliyyəti haqqında məlumat verilib. Mərkəzləşmiş kitabxana sistemi nədir? Qısa formada MKS yazılır. Yəni MKS görəndə bilin ki, mərkəzləşdirilmiş kitabxana sistemidir. Eyni sistemə aid olan kitabxanaların vahid strukturda könüllü birləşdirilməsidir. Yəni vahid formada birləşdirilməsinə MKS deyilir. Kitabxana fondu isə ictimai istifadə məqsədi ilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərlərini və digər məlumat daşıyıcılarının məcmusudur. Sonra burada maddə 2 kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericilidir. Yəni bu qanun, yəni kitabxana işi haqqında qanun həm bu qanundan, həm Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Kitabxana işi sahəsində 3-cü maddəmiz kitabxana işi sahəsində dövlət siyasətinin prinsipləri və dövlətin vəzifələri adlanır ki, mən bunu slaydlar şəklində, detallı şəkildə bu formada, daha asan formada qeydiyyatını aparmışam. Baxın, bir kitabxana işi sahəsində dövlətin prinsipləri var, bir də vəzifələri var. Cəmi 2 prinsip var. Bu 2 prinsipi əzbər olaraq yadda saxlasanız, artıq variantlarda tutaq ki, sizə prinsipləri seçin deyəndə artıq 2 prinsipi bilirsiniz, test seçəcəksiniz və yaxud da ki, vəzifələri seçin deyəndə prinsipləri çıxdaş edib yerdə qalan variantları götürəcəksiniz ki, artıq o vəzifələrə aiddir. Gəlin prinsiplərə baxaq. Cəmi, bax, burada mən qeyd eləmişəm 2 prinsipi. Deməli, dövlət siyasətinin əsas prinsiplərindən biri kitabxanalarda mühafizə olunan mədəni sərvətlərdən və informasiya vasitələrindən istifadənin hamı üçün açıq olmasıdır. Yəni, həm mədəni sərvətlər, həm informasiya vasitələri, yəni informasiya vasitələri nədir? Kitab ola bilər, jurnal, qəzet və s. Yəni, bunların hamı üçün açıq olması. İkinci dövlət siyasətinin əsas prinsipi isə milli sərvət olan kitabxanalara dövlət qayğısıdır, fondların toxunulmazlığıdır və onların maliyyələşdirilməsidir. Bax, bunlar dövlət siyasətinin əsas prinsipləridir. Keçək görək vəzifələri nələrdir və dövlətin vəzifələri. Deməli, kitabxana işinin inkişafına dair dövlət proqramlarının hazırlanması, həyata keçirilməsi. Kitabxananın fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbulu və tətbiq edilməsi. Kitabxana işinin avtomatlaşdırılması, kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən istifadə və milli fondların həmin sistemlərdə əks olunması. Milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması. Dövlət kitabxana fondlarının mühafizəsi və inkişafı, dövlət kitabxanalarının milli və xarici ədəbiyyatla ardıcıl tədrisatı sisteminin yaradılması. Xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab olunan nadir kitabların və əlyazmaların Azərbaycan Respublikasının qaytarılmasının təmin olunması. Sonra, yenə davam edirik, hələ ki dövlətin vəzifələridir. Dövlət kitabxana binalarının tikilməsi, onların təmiri, dövlət kitabxanalarının müasir avadanlıqla və texniki vasitələrlə təchiz edilməsi, kitabxana işinə dair elmi tədqiqatların və metodiki tədbirlərin həyata keçirilməsinə köməklik göstərilir. Kitabxana kadrları hazırlayan və ya onların ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili. Təbii fəlakət, silahlı münaqişə və müharibə zamanı kitabxana fondlarının mühafizəsinin təmin olunması. Qeyri-dövlət kitabxanalarının inkişafına şərait yaradılması, kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması və kitabxana fondlarının statistik üsulunun aparılması. Yəni, bu 13 burada məlumat qeyd eləmişəm ki, bunların hamısı kitabxana işi sahəsində dövlətin vəzifələridir. Bir var prinsipləri qeyd elədik, bir var vəzifələri. Artıq keçək dövlət kitabxana fəaliyyətinin ümumiyyətlə əsas istiqamətləri hansılardır? Kitabxana fəaliyyətinin əsas istiqamətləri 1. Sənəd informasiya fondlarının formalaşdırılmasıdır. Həmin fondların mühafizəsidir. Yəni, burada olan materialın hüquqi fiziki şəxslərə istifadəyə verilməsidir. Yəni, fondlarda əks olunan materialların, yəni bu kitablar, jurnallar, qəzetlər və s. Və ən axırıncı, kitabxanalarda toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya məkanının yaradılmasıdır. Bax, bu 4 məlumat hamısı kitabxana fəaliyyətinin əsas istiqamətləridir. Keçək digər slaydımıza. Burada isə qeyd eləmişəm Azərbaycan Respublikasında kitabxana sistemi. Yəni, hansı kitabxana sistemləri var? Ərazi, idarə, sahəvi, sahələr arası, universal və ixtisaslaşdırılmış dövlət və qeyri-dövlət kitabxanaları. Yəni, bu 6-sını yadda saxlayın. Bilin ki, Azərbaycan Respublikasında kitabxana sistemidir. Ərazi, idarə, sahəvi, sahələr arası, universal, ixtisaslaşdırılmış dövlət və qeyri-dövlət kitabxanaları. İndi baxaq görək,